Bugün biz pöhrən alımını həyata keçirəcəyik. Pöhrən alımı deməli bu bağı budamışıq. Qışda bu qış budamışdıq bağımızı. Budadıktan sonra bu artıq deyək ki iyun ayıdır. Biz burada nə edəcəyik? Pöhrən alımı həyata keçirəcəyik. Çünki pöhrən alımı vacib bir işdir, görülməli bir işdir. Çünki ona görə ki bizə artıq bu pöhrənlər lazım deyil. Artıq budaqlarımız lazımi qaydada düzülmüşdür. Hər şey sərbəst olaraq məhsuldarlığın yüksək olması üçün biz havanın və günəşin düşməsini təmin elədik və hər budağa bir sərbəstlik verdik. İndi pöhrən alımı həyata keçirəcək, çünki bu pöhrənlər bizə artıq lazım deyil. Bu pöhrənlər burada böyüyür. Nəyin hesabına? Bitkinin enerjisinin, torpağın enerjisinin hesabına. Bu enerji itkisinə səbəb olur, eləcə də su itkisinə. Su ehtiyacının bitkinin artırır. Necə? Bu inkişaf eləmək, bu böyümək üçün. Bitkinin bu balası kimi bunu bitki tanıyır və onu bəsləmək, onu yəni necə deyim, böyütmək kimi bir onun genetik deyək ki, onun nəyindədir, bioloji xüsusiyyətidir. Ona görə biz bunu artıq götürürük ki, neynəsin? Bu enerjini, buna sərf olacaq suyu, buna sərf olacaq bütün enerjini məhsuldarlığın yüksəlişinə. Baxın dəyərli izləyicilər, burada bir fındığı görürsünüz. Halbuki vaxtilə bunlar hamısı kaçal idi. Bu fındıq bura düşən günəşin, havalanmanın sayəsindədir. Bax, eləcə də gördüyünüz kimi, baxın, hər yer bizim bütün gözlərimiz nədir? Fındıq. Və eləcə də burada butaqlarımızda görərsiniz ki, artıq baxın, hər yerimiz məhsuldarlıqdır. Fındığı burada görə bilərsiniz. Bax, bura gəlsiniz, burada da həmçinin. Bax, görürsünüz ki, baxın, hər yer necə günəşlənmə artdıqca, baxın, hər yerimiz nədir? Fındıq. Belə. İndi biz pöhrən alımını həyata keçirəcəyik hal-hazırda və verəcəyik. Yenə də lazım olmayan gözləri artıq ki, bu bizə lazım deyil. Bunları aradan qaldıracağıq. Eləcə də pöhrən alımını həyata keçirəcəyik. Çünki bunu bizə ehtiyacımız yoxdur. Bu ancaq hətta bunu vaxtında, zamanında alanda bu atılan hissəni əlavə təmizləməyə ehtiyac olmur. Bu burada quruyur və biz bunu torpağa da qata bilərik. Gələcəkdə bunu cılqa ilə də cılqalayarıq. Bu bizim üçün heç bir problem yaratmır. Ancaq ötüşdüyü təqdirdə həm onu oradan təmizləməyə düşürük, həm işçilik maliyyəti artır, həm iş çətinləşir, həm də yenə deyirəm torpaqdan və bitkidən enerji alaraq böyüyür. Yəni məhsula gedəcək enerji gedir bunun böyüməsinə. Hansı ki buna heç bir ehtiyacımız yoxdur. Belə. Gördüyünüz kimi bunu alacağıq, götürəcəyik buradan. Bu işten sonra həm də pöhrən alımının üstün xüsusiyyətlərindən biri odur ki, yenə deyəm, su, gübrə, pin, dərman bunlara ehtiyac olmur. Çünki ağac güclü olur. Ağac çox güclü olur. Gördüyünüz kimi çox sağlam və güclü ağac əldə edirik. Pöhrən alımının sayəsində eləcə də budama nəticəsində ki, ortanın havalanmasını, güləşməsini təmin edirik. Bunun sayəsində də çox gözəl ağacımız sağlam, keyfiyyətli, bol, içinin faizi yuxarı olan, kalibri iri olan məhsul əldə edirik. Ancaq pöhrəni almadığı təqdirdə siz ona hansı xidməti göstərsəniz də, gübrə olsun, nə istiyi olsun, hamısı pöhrənə gedir. Biz onu dəfələrlə sınaqdan keçirdik ki, pöhrən alınmadığı təqdirdə görülən işlər, verilən hər hansı bir enerji sərf olunur pöhrənə. Ağaca ondan bir fayda olmur. Belə. Həmən işimiz artıq hazırdır. Belə.